Xanımlar, gördüyünüz bu saç çox zədəli bir saçdır və biz bunu botoks vasitəsilə müalicə etməyə çalışacağıq və bərpa etməyə çalışacağıq. Botoks nə üçün vacibdir? Saç öz təbii görünüşünü itirdikdə, zədələndikdə, parlaqlığını itirdikdə, tökülmələrdə, gec uzanmalarda çox gözəl nəticələr verir. Ütülərdən zədəli saçlarda, rənglərdən zədəli saçlarda tövsiyə olunur. Saç qırılmalarını azaldır, yeni saçların çıxmasına kömək edir və hər bir xanıma məsləhət görülür. Əgər sizin də saçlarınız zədəlidirsə, buyurub müraciət edə bilərsiniz. Və bunu da vurğulayım ki, botoks keratin deyil, sırf müalicə məqsədi ilə saçlara tətbiq olunur. Lakin hardasa 50% saçlara düzlük verir.